Q8 yağları MDB ölkələrində, bizim o qonşu ölkələrin hər ikisində var. Orta Asiya ölkələrində var, Qazaxstanda, yəni onun distribütörü var. Yəni dediyim kimi bizim qonşu hər iki ölkədə var. Əvvəllər bu Ukrayna məsələsi başlamamışdan əvvəl ən böyük onların satış yeri Rusiya idi. Rusiya bazarı idi. Düzdür, indi bu sanksiyalara görə daha ora satmırlar. Belarusya, Rusiya, Ukraynada onların satış yeri var və ən böyük satış yerləri Avropa, Amerika və Çindədir. Çinin özünə? Bəli, Çinin özünə, yəni ki, onlar yağ satırlar. Metallurgiya sahəsində Q8 o demək var ki, dünyada ön sıralardadır. Ona görə, məsələn, metallurgiya aid olan bütün sənaye yağları, istər Çin olsun, istər digər ölkələr, Rusiyanın özü də Q8-dən alır. Həmçində marin yağları deyirlər, gəmilərdə istifadə olunan, eləcə də kənd təsərrüfatı texnikasında, tikinti texnikasında, yəni 1000-dən çox məhsul istehsal edir Q8, 1000-dən çox. Bizdə əsasən avtomobil sektoru inkişaf edib Q8-də, çünki bizim sənaye yağları adətən Rusiya yağlarının üstünlüyü verilir qiymətə görə. Qiyməti ucuz olduğuna görə bizim o sənaye işçilər daha çox Rusiya yağlarının üstünlüyü verilir.